Bunu keçsə elə demək olar ki, paraqrafı bitirmiş sayılarıq. Bu sual 2018 mart-iyun 32-ci sualdır. EMPV, Expected MPV-dən danışır, Joint Probability-lərdən və s. Hamısını bir-bir, addım-addım izah edəcəm. Sualın tələbi buradadır. Sual bizə deyir ki, şirkət layihəyə qoşulmaq istəyir və layihənin bizə verəcəyi kəşf yollar aşağıdakı formadadır. Birinci il ehtimal var ki, 10% ehtimalla layihədən 1 milyon qazanaq, 50% ehtimalla 2 milyon, 40% ehtimalla 3 milyon. Və layihə 2 illikdir. Digər ehtimal da var ki, birinci ili bitirəndən sonra ikinci ilə keçəndə 30% ehtimalla 2 milyon, 60% ehtimalla 3 milyon və 10% ehtimalla 5 milyon versin. Mən bunları sıraya düşsəm, məsələn, birinci il hansı ehtimal var? 1 milyon pul alım. Bunun ehtimalı nə qədərdir? 10%. Şərti deyək ki, bu ehtimala düşdüm. İkinci il nə qədər ehtimal var? 3 dənə. Ya 2 milyon, ya 3 milyon, ya 5 milyon. Expected value approach-a əsasən, expected MPV-ni tapanda, mən bu probability-lərin hamısının ehtimalını nəzərə almalıyam. Yəni ki, soruşsalar, expected MPV, daha doğrusu probability məntiqi ilə baxsaq, bu hesablamanın cavabı rəqəm olaraq neçədir? Mənə cavab gəlir 2 milyon vurulsun 30%, 3 milyon vurulsun 60%, 5 milyon vurulsun 10%. Bunların hamısını cəmləsəm bunun dəyəridir. Bəs yaxşı, burada neçə dənə ehtimal var? Sualına cavab axtarsam, birinci il 3 dənə ehtimal var. Bu ehtimalların hər biri də hər dəfə 3 dəfə şaxələnir. Deməli, totalda mənim 9 dənə ehtimalım var. O 9 dənə ehtimal nədir? Vizual olaraq görək. Görməmişdən qabaq gəl bəzi şeyləri izah edeyim. Deməli, bir dəqiqə bunu təmizləyim buradan. Əlavə olaraq, layihə ilə bağlı deyir ki, investmentimiz 3,5-dır. Yəni 3 milyon yarım yatırım eləməliyik. 12% də discount rate'imizdir. Bizdən 4 dənə tələbi var. 1. Mean və ya expected MPV-ni tap. 2. Layihənin negativ MPV olma ehtimalını tap. 3. Most likely outcome olan, daha doğrusu most likely outcome-da olan MPV-ni tap. Və layihənin qəbul edilib edilməməsi ilə bağlı komment elə. Əla, datalarımızı oxuduq. Qalxıram bura. Müxtəlif rənglərlə işarələmişəm. Bizim burada 9 dənə ehtimalımız var. Birinci ehtimal 1000 dolların üzərindən davam edirik. Daha doğrusu 1 milyon üzərindən davam edirik. Əgər mən bu ehtimala düşsəm, ya gəlib təzədən 2 milyon alacam, ya 3 milyon, ya da ki 5 milyon. Eləcə də 2 milyona düşsəm, yenə də gələn il ya 2 milyon, ya 3 milyon, ya da 5 milyon alacam. 3 milyona düşsəm, yenə də ya 2 milyon, ya 3 milyon, ya da 5 milyon alacam. Deməli, mənim qarşımda 9 dənə ehtimal var. Bu 9 dənə ehtimalın hər birinin faizi var. Sual mənə deyir ki, tap görün bunların MPV-si nədir? 1 milyonun olmaq ehtimalı 10%. Rəqəm olaraq bu 1 milyon 10%-ə vurulur eləyir 100 min. Həmçinin mənim discount rate'im var. Yəni özümə sual verirəm. Görəsən 1 il sonra 1 milyon pul alsam, 12% discount rate ilə onun present value-su nə olardı? Cavab gəlir 893. Hardan hesabladım? Normal diskontlaşdırma. 1 milyon bölünsün 1 plus 12% üstündə 1. Yəni bu 893 1 milyonun diskontlaşdırılmış dəyəridir. Bəs yaxşı, bu 893 present value-nun indiki dəyərini tapdıq. Daha doğrusu present value-nu tapdıq. Bunun probability ilə dəyəri nədir? EV, yəni expected value-su nə qədərdir?
Faizlə hesablasaq, yəni 893-ü 10%-ə vursaq, olacaq 89. Başqa sözlə, belə bir rəqəmin mənə qatacağı fayda expected value approach-la 89-dur. Digər rəqəmə baxıram. Birinci il ehtimal var idi ki, mən bəlkə də 3 milyon pul alaram və bunun ehtimalı 40% idi. Birinci il sonra təsəvvür eləyək ki, bir il sonra təsəvvür eləyək ki, aldıq 3 milyon. Onun discount olunmuş dəyəri, yəni present value neçədir? 3 milyon bölünsün 1 plus 12% üstündə illərin sayı, yəni 1. Tapdıq 2 milyon 697 min. Daha doğrusu 2 milyon 679 min. Bəs yaxşı, onun expected value nə qədərdir? 2 milyon 600-ü vurdum 40%-ə. Oldu 1071. Bu minvalla bu hesablama ilə davam eləyirəm. Minin present value 89, expected value 89, 2000-in expected value 893, hansısa ki diskontlaşdırılmış dəyərdən hesablamışam. 3 milyonun expected value 1071. Onu da əvvəlcə rəqəmi diskontlaşdırıb, sonra faizə vurmuşam. İkinci ilə gəlirəm. Eyni məntiq davam eləyir. Özümə sual verirəm. Əgər mən ikinci ildə 2 milyon pul alsam, onun present value nə olar? Təbii ki, sıfırıncı nöqtədə. 2 milyonun T0-dakı dəyəri 1 milyon 594-dür. Bəs yaxşı, probability ilə baxsam, onun expected value nə qədərdir? Cavab 478. Hardan aldım? Əvvəlcə 2 milyonu diskontlaşdırdım illik 12% ilə. Tapdım 1 milyon 594. Həmin o 1 milyon 594-ü də 30%-ə, yəni onun probability-sinə vurdum. Oldu 478. Yəni ehtimallar necədir? Ola bilər ki, birinci il mən 89 manat pul alım, ikinci il 478 manat pul alım. Digər ehtimal odur ki, mən birinci il 89 manat pul alım, ikinci il 1435 alım. Bu ehtimalların hamısını hesablayandan sonra mən joint probability deyə bir probability hesablayıram. GP joint probability. Başqa sözlə, bax, birinci xəttə düşməyimin ehtimalı nə qədərdir? 3%. Hardan alınıb bu 3%? 10% ehtimal var ki, mən 89 manat pul alım. Təzədən bir də 30% ehtimal var ki, 478 alım. Deməli, ikisinin bir yerdə probability'si cəmsi 3%-dir. Bu 3% hardan alınıb? 10% vurulub 30%. Eləcə də, məsələn, bax, bu 12% hardan alınıb? 40% vurulub 30%-ə. Bu 4%-i hardan almışıq? 40% vurulub 10%-ə. Bu faizləri sualda özü verib. Hansı faizlərdir? Gəl baxaq. Bax, fikir ver. Burada gördüyüm 10%, budur 0.1. 40% budur. 60% budur. 10% burada. Və yaxud da 30% burada. Yəni rəqəmlərin hamısını verib. Sadəcə mən bunları sistemli şəkildə sıraya düzürəm. Sonra present value. Yəni 3% ehtimal var ki, 3% ehtimal var ki, mən birinci il 893 manat pul alandan sonra layihədən, ikinci il 1 milyon 594 pul alım layihədən və mənim bütövlükdə present value olsun 2 milyon 487. Bu rəqəm hardan alınıb? Bu ikisinin cəmindən. Və yaxud da, həm də elə bir ehtimal var ki, mən 40% ehtimalla 2 milyon 679 ala bilərəm. Plus bəxtim gətirsə, bir dəfədə 3 milyon 900 ala bilərəm. Present value-su 6 milyon 665 min. Deməli, elə bir ehtimal da var ki, hansı ki 4%-dir, mən 6 milyon present value-da qazana bilərəm. Amma expected value approach mənə icazə vermir, bunu sadəcə götürün bu rəqəmi. Deyir ki, hər biri ehtimala bağlıdır. Bunun ehtimalı 3%-dir, 1%-dir, 35%-dir və s. Sən realistik ol.
Daha doğrusu statistika ilə baxaq məsələyə. Bu rəqəmlərin hamısının present value-larının vurulmuş rəqəmindən özünə bir NPV hesabla. Başqa sözlə, mənim bu layihədə NPV-m nə qədərdir sualına cavab axtaranda joint probability-ləri present value-lara vururam, alınır bu rəqəmlər. Məsələn, 30% vurulsun 4 milyon 177 olur 1 milyon 253. Bu joint probability məntiqi ilə tapacağımız present value-lardır. Bundan sonra NPV-lərə baxaq. Layihəyə nə qədər yatırım eləmişəm? 3 milyon 500. Bax, buradakı NPV-mə bax. 3 milyon 500, 2 milyon 400. Oldu 1 milyon 13 min. Yəni, layihəyə 3 milyon yarım yatırdığın halda birdən də gəlib bu senariyə düşsən ki, bu senarinin sənə qatacağı present value budur. Nəticədə NPV 1013 olacaq. İndi sual verə bilərsən, bəs bunları niyə hesabladıq? Bunlar NPV üçündür. eNPV. Yəni joint probability-lər vurulsun present value-lar cəmlənir. Olur sənin sum of total cash inflow-ların, yəni 4 milyon 365 min diskontlaşdırılmış və joint probability-lərə vurulmuş cash flow-ların cəmidir. Yatırımım da 3 milyon yarımdır. Deməli, bütövlükdə 4 milyon 300 cash generate eləyib, 3 milyon yarım da yatırım eləmişdim. Layihəm pozitiv NPV-yə sahibdir. Deməli, expected NPV məntiqi ilə baxsaq, layihəyə qoşulmağa dəyər. Bəs kənarda yazılan NPV-lər nəyə xidmət eləyir? Bax, 4% ehtimal var ki, 6 milyonluq present value olsun. Və bu 6 milyonluq present value-mu initial investmentim olan 3 milyon yarımla toplasam 6 milyon çıxıldı 3 yarım, qaldı 3 milyon 165 min. Nəticə etibarilə mənim bütövlükdə olan NPV ehtimallarım bu formada oldu. Bax, ikinci sual məndən nə istəyirdi? Deyirdi, tap görüm, negativ NPV olmaq ehtimalı nə qədərdir? Bax, probability of investment having negative NPV. Baxıram, bir dəfə 3% ehtimalla var belə bir məsələ, bir dəfə 6% ehtimalla var, bir dəfə də 15% ehtimalla var. Bax, görsən, yalnız 3 dənə negativ var. Bu negativlərin də ehtimalları buradadır. Deməli, bütövlükdə 3 üstəgəl 6 üstəgəl 15% ehtimal var ki, yəni 24%. Mənim NPV-lərim negativ olsun. Özü mənə verib. Bu task 2. Task 3 nə deyirdi? Mənə deyirdi ki, tap görüm highest probability. Bax, calculate the most likely outcome. Most likely outcome nədir? 30%. Ən çox ehtimal buradadır. 30% ehtimalla nəsə baş verə bilər və onun da NPV rəqəmi 677-dir. Sual da burada. Dördüncü punkt bizdən tələb eləyir ki, tap görək, daha doğrusu məsləhət ver görək, bu layihəyə qoşulmağa dəyər yoxsa yox. Əgər mən expected NPV məntiqindən istifadə eləmişəmsə, cavabım bəli, qoşulmağa dəyər. Amma nəzərə almalıyam ki, mənim mənfi NPV-yə düşmək ehtimalım da var. Yəni, hörmətli investor, bəli, biz qərarı veririk, amma nəzərində olsun ki, burada negativ NPV ehtimalları da var. Biz ona zəmanət vermirik. Biz sadəcə bu rəqəmlərin orta statistik göstəricilərinə baxmışıq. Bu bizim yekun qərarımız deyil, tövsiyəmizdir ki, layihəyə qoşulmağa dəyər, böyük ehtimalla pozitiv NPV olacaq. Amma olmaya da bilər, nəzərində olsun. Olmamaq ehtimalı da 24%-dir. Və ya sənə daha yaxşı şey vəd edirik. Bax, eNPV 865 göstərir. Həm də orada 4% də olsa ehtimal var ki, bizim NPV-miz 3 milyon 165 min olsun. Düzdür, qarantiya vermirik. 4% ehtimal var cəmsi, amma olsa kifayət qədər böyük rəqəmdir. Yəni, sən artıq burada qərarını özün ver. Biz sənə konkret istiqamət vermirik. Qısacası, expected value approach-a əsasən, biz hesablamalarımızı eləyəndən sonra mütləq nəzərə almalıyıq ki, orada hesaba qatmadığımız, yəni negativ ola biləcək məsələlər də var. Vəssalam. Bu da bizim joint probability